Avropanın 4 peyk operatoru Amerika Birləşmiş Ştatlarının Starlink rabitə sistemi başlanğıcı təqdirdə Ukraynaya kömək variantlarını araşdırır. Bu barədə Britaniyanın Financial Times qəzeti məlumat yayıb. Mətbuat orqanı iddia edir ki, hazırki Lüksemburqun SES, İspaniyanın Histesat və Britaniyanın Inmarsat kimi operatorları arasında sözgedən məsələ müzakirə olunur. Hazırda Ukraynada 40 min terminal vasitəsilə fəaliyyət göstərən Starlink'i əvəz etmək istəyən bu qədər şirkətin olmasına baxmayaraq, prosesi həyata keçirmək son dərəcə çətin olacaq deyə məqalədə vurğulanıb. Rusiya-Ukrayna müharibəsinin nizamlanması fonunda Amerika Birləşmiş Ştatlarının sərgilədiyi mövqe Avropa İttifaqını narazı salıb. Kiyevə hərbi yardımın dayandırılması, kəşfiyyat məlumatlarının ötürülməsi və kiber dəstəyin zəifləməsi bu ölkəni müharibədə çətin vəziyyətə qoyur. Hazırda Ukraynaya hərbi məlumatlar Elon Musk'a məxsus Starlink vasitəsilə ötürülür. Siyasi şərhçilər deyirlər ki, dünya mediasında bu prosesin dayandırılması ilə bağlı informasiyalar var. Bunu nəzərə alan Avropanın bir sıra dövlətləri və şirkətləri Starlink'in dəstəyinin kəsilməsi müqabilində Ukraynaya bu sarıdan dəstəyin davam etdirilməsi fikrini irəli sürürlər. Hesab edirəm ki, bu o qədər də asan olmayacaqdır. Hətta İspaniyanın, Lüksemburqun və Böyük Britaniyanın müvafiq şirkətləri peyk vasitəsilə Kiyevə yardımları davam etdirsələr də, bu Starlink'i tam miqyasda əvəz edə bilməyəcək. Avropanın hal-hazırda alternativləri yoxdur, əvəz eləsin bunu. Və olanların arasında keçən həftə ən çox adları çəkilir Govsat.com, bu hərbi internet sistemləridir. Amma bu Avropa İttifaqına aiddir. Amma bu Avropa İttifaqı outsource kimi bunu Ukraynaya təqdim edə bilər. Amma nə dərəcədə effektiv olacaq və bu keçid nə dərəcədə olacaq, bunun infrastrukturunun qurulması nə qədər vaxt aparacaq, bu Ukrayna üçün çox çətin bir sınaq müddəti olacaq. Əvəz etsə belə, ekspertlər prosesin uzun çəkəcəyi qənaətindədirlər. Onların sözlərinə görə, bu isə yalnız Rusiyaya yeni ərazilərin ələ keçirilməsi istiqamətində fürsətlər yarada bilər. İtkilər fonunda da Amerika Ukraynaya masa arxasına gələrək tələbləri qəbul etmək fikrini irəli sürə bilər. Və eyni zamanda Avropa İttifaqına üzv olan dövlətlərin və Böyük Britaniyanın sanki Amerika Birləşmiş Ştatlarına qarşı dirənişi və bəhsə-bəhsə getməsi özünü göstərməkdədir. Analitiklər deyirlər ki, baş verən mövcud proseslər fonunda Brüssel və Vaşinqton arasında gərgin siyasi təzyiqlərin olacağı da istisna edilmir.